Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir. Yaşımı 20'ni adlayıb keçir. Gözlüyə bilmirəm il qanoyalım. Deyirəm ki, ay Bakir, bu nədir belə? Vay, Sevda xanım. Ay Sevda xanım, can, nə əziyyət çəkirdiniz? Deyək ki, biz özümüz gələrdik. Yox, elə həmişə siz gəlməyəcəksiniz ki, bir dəfə də mən gəlim. Can. Otur, Bakir. Bakir əziyyət çəkməyə, oturub birdən durub eləyərsən. Elə eləmə. Amma mənimlə belə danışa bilməzsən ha, sən mənim beynimin qapağını attırma ya. Bu, belə də ki, Sevda xala öz evinə gəlib də, mənim evimə gəlməyib ki. Ürəyi nə vaxt istəyir gələr, nə vaxt istəyir gedər. Elə bir mənim evimə gəlib, mən buna hörmət qoyub ayağa qalxmalıyam. Əlbəttə lazımdır, əsəbləşdirmə onu. Bakir evin şiridir, pələngidir. Bildin? Bakir mənim damadımdır. O, əslində içəri girəndə gərək biz ayağa duraq. Çünki kişi içəri girəndə arvad gərək ayağa dursun. O deyir ki, arvad girəndə kişi ayağa dursun. Bəli, belə. Ne deyəcəkdim? Nə deyəcəydiniz, ay Sevda xanım? Mənim 627 nəfər adamım var. 627. Toy üçün də, toy üçün. İndi deyirəm məsləhətləşək, ya mən atdelini toy eləyim, ya qız toyunu da atdelini eləyək, ya da ki, kampaniya eləyək. Necə söz, mən baş üstə deyəcəyəm. Ay Sevda xanım, nə toy? Hansı toy? Bakirimlə sevgimin toyu da. Salamünaleyküm. Salam. Bacı Sevda xanımın evi buradır. Bəli, düz gəl. Bal. Göz. Gel. Salam. Gel salamünaleyküm. Gel bacı gel ki. Burada elədir. Hadi gel. Mən ki, bir dəqiqədə. Yok da keş. Gəlin, Ev buyurun. gözüm tutsun. Gel. Buradayım. Gəlin. Keçin, siz keçin. Ha gel ev yok. Git burada göz. Geç. Hiçbir şey olmaz. Gözde. Gəlin, siz. Ben de. Mən başa düşməm, siz gəlmirsiniz. Maşını verərdiniz burada. Burada yolun ortasını saxlamısınız. Verin orada, keçin siz içəri. Yok hanım. Ben maşını yolun ortasından deyəndə ora versəm mən gərək düşüb gedəm. Mən gərək taksi işindən çıxam. Taksi işindən çıxdım, məni işə götürüb pul verməyəcəksin. Mənim çörəyimə bahis olacaqsın. Mənim çörəyimə bahis olacaq, mən verəcəm məhkəməyə. Sizdən təzminat alacağam. Mən çox pis adamam, xanım. Mənim səsimi niyə çıxardın sana? Mən öz başınız adam bəyəm. Mən bilmirəm nə edirəm. Ha. Anam deyib bir dənə bağban lazımdır, bir dənə yemək pişirən də. Hətta yemək pişirmə mənim bacımın işidir. Onu inansan ki, heç pul verməsən bəs edir. Elə yanında yemək olsun, bol olsun bəs edir. Ağban da ki, mən o qədər çox sevirəm mən. Yaşıllığı, gülü, çiçəyi baxmaq sevirəm. O qədər də məşğul olmağı sevirəm. Amma bitər edirəm. Pul verəcəksiniz, maaş verirsiniz. Ay qardaş, mənim işim gücüm var. Anamla danışarsan da gədə, mən bilmirəm. Al, gəl. Geç ay bacı, gəl. Gəl ay bacı, gəl. Ay Sevda xanım. Ay can. Məncə tələsməyəyini. Çünki milyoner adamdır Bakir, başı dumanlıdır. Bir imkan verir də, bəlkəmiş bu adam evlənmək istəmir. Yox, kızım, bilsən necədir? Adam pulu olanda biraz başdan çıxır. Hə. Ona görə də evlənmək lazımdır. Yoxsa bir də onda ailecek ki, pulu səpələyib ora-bura, özü qalıb lümbələmlüt asfaltın üstündə. Hə, mən o barədə deyirəm də, başa düşürsən. Özsə ki, Bakirin neyi yoxdur bəyəm. Mənim nə görürsən, neyin varsa, hələ görmədiklərimiz də, hamısı Bakirindir də. Sevda xala, hər şeyim sənədir demək asandır. Nə oldu? Dünənə qədər mənə ləlön deyirdin, küçə uşağı deyirdin, avara deyirdin. Sən mənə ev zad verənsən. Mənim pulum da var, özümə maşın da ala bilərəm, ev də ala bilərəm, balayına da gedərəm, dünyanı gəzərəm. Dayım qəbri
Mən sənə düz deyirəm. Nəyim varsa hamısı sənindir. Öz o sözləri mən səni sınamaq üçün deyirdim də. Yadımdan çıxmışdı. Sənin üçün qulluqçu tutmuşam. Bağban da tutmuşam, qulluqçu da tutmuşam. Bundan sonra əlvi ağdan qarıya vursun, səndən inciyərəm dayım qəbri. Bəli, sənin. Necəsən? Evimin kişisi. Ay nə baş verir? Ay Qüdrət, öləsən bu günləri görməyəsən. Eşək vurdu, məhəbbəti cənnətə saldı. Ay biri mənə qulutu tutur. Ay biri bankirin ikisidir. Ay, mən nə yaşayıram? Elədiyim savablar da çıxdı qabağıma. Həli. Mama, qulluqçunu gətirmişəm. Bağban da indi gəlir. Sağlıq arzular baxına elə bilgilən dildə ölü paxlavadır. Qurban olar mama sənə, ağıllı canı var. Durum ayağa mən gedim bağbanla zadla söhbət eləyim. Ondan sonra birazdan... Allah sənə qurban olum Allah. Şükür ilahi yaratdığıma buna baxı. Elə bilgilən rəssamla heykəltaraş verib baş-başa. Ayağı yaradı be, ona bax. Barmaqlar qara mirvaridir, inanırsan. Dobana bax, dobana. Bormaqla doban, o nə deyirlər, onu təşkil edir. Padagrası da var bunun, padagrası da var bunun, padagrası da var bunun. Oyna dözün, oyna. Qızım gəl, mən gedim onlarla söhbət eləyim, ondan sonra yığılırıq delikates süfrəsinə. Delikates. Bəli, gedək. Xorey pişirən budur. Salam əleyküm. Əleykümə salam. Bəyənsəniz gözəl işləyəcəm sizdə. Laf yaxşı. Sən gözəl işləyənə oxşamırsan. Sən gözəl yiyənə oxşayırsan. Amma yiyəndə elə ki, bizə də qalsın bir şey. Dayda kimdir? Mama. Cavan oğlandı. Çörmüsə üzü o tərəfə başında keçər, ortası elə bilirəm ki, qoca kişisən. Xala, mən də elə biləm başqa burada bir dayı var, onu çağırım. Xala yox, xanım. Hə. Sən də bağbansan. Hə, bağban deyəndə indi bağban kim bilmirəm. Amma heç kim anasının qarnını örgənmir. Və narahat olmun ha xala. Nə lazımdır ancaq 2 dəqiqə, 3 dəqiqə örgənəyi. Cəmaət bu dəqiqə internetdən, TikTokdan örgən. Mənim nəyəməz. Yaxşı, bir aman vergən. Nəyə də ana qarnında öyrənə bilməsən, hə? Bu bağbanlığı heç öyrənə bilməzsən, ona görə ki, bağa getməz adına. Yox, narahat olmuyor. Hə, bağdır da, bağbandır. Nə var orada? Baxacam görəyim nətər işləyirlər, nətər güləkilər, nə ayırlar, heç bir problem yoxdur. Əsas baxın nə qədər pul verirsiniz. Harada bu leyli var, məni başı tapır. Apar buna nədir o, mətbəxi zağı göstərginə, nə hardadır, nə götürülməli, nə qoyulmalıdır. Gələrsən mənim dalınca. Hə, mənim gözümsə. Ora? Hə, ora. Ora keçir. Qışqırmayın, üç qışqırırsan. Həqqamı çıxardın, xala. Əlbəttə. Ay Bakir, sən doğrudan lotareyada 1 milyon udmusan, ha? Götür ye, kaynanan götür. Bax, Sən alın. istəyirsən inan, Yalatmırsan. istəyirsən inanma. Özün bilərsən. And içməliyəm sənə. Deyirəm bu boyda danışmışıq da, hapkop olar, biabır olarıq, səncə. Sən göstər də bacıya da, lotareyanı sən də. Kiməsə, sənə pul göstərmək olar, məhəbbət. Sənə etibar var. Pulu gizlətmişəm, etibarlı yerdə. İndi baxım da görüm, Sevdə özünü necə aparır. Axşama kimi qərar verməliyəm mən. Nə qərar verməlisən? Abi, sevgini alım yoxsa almayayım da. Başa düşürsən? Bizə məhəbbət necədir? Mən istəmirəm, sevgi mənim puluma görə gəlsin. Amma mən istəyirəm ki, mənim kişiliyimə, mənim mərdliyimə, mənim bakir olduğuma, mənim sevdiyinə görə gəlsin. Yoxsa belə? Məncə sevgi elə sənə puluna görə gəlsin. Çünki o bir tərəflərdə problem var. Boğazın deşik deyil ki, götür yedana, ev verir, yemək verir, içmək verir, həyat verir. Hələ çox şeylər var, xəbərimiz yoxdur, hamısını verir. Üstündə qızım verir. Nə fikirləşirsən? Məhəbbət, fikirləşməliyəm. Hepsə biraz samnivat eləyirəm da, mən samniyyə qalmışam belə. Samniyyə nədə? Sənli də öyle ağır söhbətdə. Bunu mən yaman xoş deyirəm belə şeydə. Dayan, burada qozlar var, qoz yaxşıdır. Hala,
Böyük qaşığın yoxdur, bu hövsələm çatmır. Nəfsimdə gözləmir. Biraz dar hövsələ nəfsim var. Deyirəm, qaşığın içində 3-4 dənə çıxsa daha yaxşı. Ay, mənə bax, görməmiş, gələ. Rozetka var da, rozetkaya tök yenə. Bu nədir? Özü sən qışqırma, mən səsin başıma düşür. Biraz xodundan al yenə. Amma- Bura domotluq deyil, istirahətə gəlməmsən. Dombala qaşasan. Bayaqdan mən mürəbbə yeyirəm, gözünü zillib mənə baxsana. Evlilik və işinə gəlməmişəm. Mən bacım onu. Ha. Sən bacın orada. Nə? Qızım ona göstərir sadə, kuxnan sadə, nə qoysun, nə götürsün. Hə, mənim bacım heç nə göstərməyə ehtiyac yoxdur, nə qoyub, nə götürmə. O çox yaxşı biri. O çoxdanın şüzar qadınıdır mənim bacım. Rozetkaya qoy. Ay, bala, sən şəkər tutacaqsan inşallah. Yox, tutmaram. Rozetkaya qoy. Xala, Kim? xala. Dedim xala demə mənə. Sən İngilisi taxta görmüsən, Şah Abbası qundaqda. Amma mənə xala deyirsən. Nə xala? Gör nə deyirəm. Mənim maaşım nə qədər olacaq? Deyirəm, biraz xodumu al ginən. 700 manat. 700, hə, 700 püstü. Və bunun bütün günü buradayım. Mən burada abediyim, dadım, nətər olacaq? O da məndəndir də. Qalmağındır, yeməyindir, tıxmağındır. Hamısı məndəndir. Hamısı? Hı. Hamısı. Və mənim bacım nə qədər olacaq? Bir də onu deyim ki, mən çox xahiş edirəm sizdən. Mənim anam biraz əsəbidir. Zəhmət olmasa yeməyi verəndə birinci bizim yeməyimizi verin. Sonra öz-öz oturun edin, zəhmət olmasa. Belə mənim bax bu gözlərim üstə. Özdə mənim belə olmağıma bax biri. Mən gündə bir dəfə otururam yeməyə. Bir dəfə. Hə, bir dəfə. Hə. Yəni bir dəfə otururam da, elə bil ki, süfrəni yığışdırmıram. Gedirəm, gəlirəm elə atışdırıram. Gedirəm, gəlirəm atışdırıram. Nəysə. Nəysə də əsas siz necə bilirsiniz, elə eləyin. Sizdən ricam odur ki, küsmək, nə bilim, hər şeyi atıb getmək belə, forsat eləmək, belə şeylər olmasın. Evdə kişi xeylağı var. Hə. Mənim yoldaşımdır. Hə, lap biləsiniz. yaxşı, lap yaxşı. Özü milyonerdir. Boy. Daha heç qardaş var demə. Yaxşı. Özü milyonerdir. Yəni də onun da gözünə az görünsən, Hə. qardaşınla dedi, az görünsüz, o qədər yaxşı. Nə qədər az, o qədər yaxşı. Yəni çox şey çıxmasın da, problem çıxmasın. Sizin işiniz buradan ibarət. Baş üstə. Nə desəz baş üstə. Mən işə başlayım. Hə, başlayın. Başlayım Bunu götürə şimdi. bilərəm. Hə, Bu götür. Anamındır. Götürün. Mən 5 dəqiqə yorğunluğumu alım. Amma Ver. bir stəkan da versəz əla olardı. Bu üzüm mürəbbəsini mən bəyənmədim. No! O görə bu, Ha, o üzüm deyil də, ağ gilas idi. Hə. mən o üzüm adından yedim. Boz mürəbbəsi. Əməlli başlı. Suyu yaman yaxşı olur ha. Bu əladır. Ha? Ənlərini yedim, qurtardım da. Budur. Gəl, bax, gəl mama qurban, gəl. Əjdaha baxış budur. Sana mürək. O mənim üçün baxışdır. Sənin üçün Bakir müəllimdir. Olsun. Mənim kürəkənimdir. Olsun. Damadımdır. Şirinimdir, şəkərimdir, pələngimdir, şirindir. Bəli, bu evin xozeynidir. Hə, mola deyil, təbrik Bəli. edirəm. Mən səni təbrik edirəm. Bəli. Ay, Bu təzə götürən işçilər. Sevda xanım, denən bir dənə çay gəlsin. Gör mən Sağ, bu dəqiqə. Ay Sevgi, o təzə gələn qıza deyilən çay getirsin. Yaxşısan. Gör mənim bacım nətər çay içir. Baxıram. Yaxşı. Sözlü danışdı, ağzı burnu siz sözlü danışdı. Heç söz. Bu yay zapası, qış zapası qoymayacaq. Sən adın Bakuş oldu da, elə deyil. Bakir müəllim, bu Soruşmusunuz mənim adım nədir? heç doğrudan hep doğrudan səhərdən də Allahın adından da olsun, gedənin ağzı bir dəqiqə durmur, bir də hamısını yedi qutardı. Doğrudan adın nədir? Bax, mam deyil sənsən. Mən dünyaya gəlsəm mana adı verərəm. Lapdan denəm. Magülü. Onu sözdə xalam deyirsən. Mənim adım Təzminatdır. Təzminat. Dedi, kalkülatör vurdu, qaytardı. Bacım çay gətirdi. Bacım çay gətirdi. Sağ ol. Ya Allah. Yoruldun eləmə bu oyunu. Başsıdır. Ona versin. Ver gör, bu Burada mənim. mətbəxdəş. Mən belə çayları çox sevirəm. Yaxşıdır ha çaylar. Özə Yaxşı deyəndə bu Götür. süzləri, Bax, çayları eyni süzgünəndir. Dilim də top. Bu da heç olmasa gərək Sevda xalaya da nəsə süzərdi, amma yəqin çay istəmir, evi yoxdur, hə. Hə, bax, Sevda xanım, mən burada bir söz deyirəm. Mən qətiyyən söz götürən adam deyiləm ha. Qətiyyən.
Amma mənim damarımı tutsaz, lüboy söz deyə bilərsən. Heç bir problem yoxdur. Hara qədər deysən gedə bilərik. Bir dəqiqə deyə. Belə də ki, yaxşı at özünə qamçı vurdurmaz. Sözə bax. Gür tökülür ağızdan. Aynen nə demək? Alim balamdır At da. özünə qamçı vurdurmaz deyəndə Hə. atla, zadla başladı. Nə biz 2 dəqiqə döyüb gəlmişik qapınıza qona. Ma burada atdan, zaddan da 5 dəqiqədən sonra mənə deyir. Ya demirəm ey atsam. Deyirəm ki, yorur məni. Yaxşı at özünə qamçı vurdurmaz. Yəni ki, yaxşı işdə bura söz götürmə də. Hə, yəni çimmə boğulma. Bal! Bildim. Çimmə boğulma, oradan vururdum. Yaxşı. Dur da balla. İşləməyə başlamaq Get lazım. də işləməyə başlamaq Ben lazımdır. gözümüzə çayımızı Orada başa içək. salıblar səni. Çayımızı içək. Ucu biz başlayaq işimizə. Yaxşı, çayımızı içək. Baxdın mətbəx xoşuna gəldi. Sən milyoner olandan çox dəyişmisən. Sevgi bax, bir sən necədir? Bax, səndə indiyə kimi həmişə olub, sən bunu hiss eləmirsən. Məndə olmuyor baxı, başa düşürsən? Pul elə bir şeydir ki, adamın yerişi də dəyişir. Kim deyir ki, pul adamı dəyişmir, inan boş söhbətdir. Bu məndə indiyə kimi olmayıb, indi gəlib birdən-birə milyoner olmuşam. Sonradan görmüşəm axı, indi mən qudurmayım, neyniyim? Mən illərdir mənim arzularım olub ki, mən belə qudurum mən. Daha belə də yox da Bakir. Hə? Sən əvvələ mənim qeydimə qalırdın, mən qısqanırdım, hamıdan qoruyurdum. Belə, sən necə belə adi balaca şeylərdə xoşbəxt olurdun. Mənə gül dərirdin, belə, onun belə xoşuma gəlirdi mən. Amma indi olmusan blöd daşı. Hə, kasıbın ancaq elə sevgisi var da, sevgisi olur da, başqa nə olur ki? Bax, bu həyat mənə indi dar gəlir. Sevgi, inanırsan? Məhəbbəti göndərmişəm, geçsin şəhərin sentrində evlərə baxsın. Mən şəkilləri göndərəcək, mən indi bir evlər hansı yaxşıdır, onu seçəcəm də. Mən istəyirəm ki, səhər yuxudan duranda belə mənə dəniz havası vursun, başa düşsən? Siqnal səsindən mənim baş beynim geçsin. Sən həqiqətən qudurmusan. Özlə bax, bundan sonra necədir, mən sana deyim də, bu evdə kişi xeylağı var, başa düşsən məni? Bundan sonra mənə layiq olduğumu göstərmək üçün sən mən deyənləri eləməlisən. Dar geyinmək getdi, qutardı. Səy danışmaq qutardı. Yoga qutardı. Eşidirsən məni? Amma mən sən Allah'a inana bilmərəm. Yalandan deyir ki, evim sənədir. Evim mənə verir, keçirsin mənim adıma. Ondan sonra bilirəm ki, bu arvad mənə kürəkən kimi qəbul edir, mənə hörmət qoyur da. Yoxsa belə, nə bilim, o deyil. Sən narahat olma da. Sən o pulu elə belə xərcləmə. Bizdə var axı, bizdə o pulu görsək biz sırası xərcləyəcək. Mən özümdən bilirəm. Ona görə o pulu sən saxla. Ən yaxşısı ver mamaya, mama saxla. Əllə qolunla danışma biraz. Mama saxlasın. Hə, sonra o lazım olanda versin sən o pulu. Baxarıq. Yenə başa düşmədin. Az deyirəm ki, toya hazırlaşın, toya. Həri, sevginin toyu da Allah qoysun inşallah. İnşallah, subaylarımızdan görür. Yaxşı oğlandı, çox yaxşı oğlandı. Az yox az, buradakı nədir? Xarici vətəndaşdır, sevgini təsadüfən görüb. Görən kimi gədənin ağlı gedib başına, deyib, mən ya bu qızı alacağım ya da öləcəyəm. Çıxıb bunun dalıca, gəl, gəlib çıxıb evə. Hə, gəldi, elə oturdu qabağımda, dedi, ölürəm qızın üçün, qızı mənə verməsin, özümü öldürəcəyəm. Dedim, ay bala, kimsən, nəçisən? Aradım, araşdırdım, indi özünün ağzını aradım, araşdırdım. Gördüm ki, çox ağır nəsildəndirlər, elə mənə kimi elə ağır nəsildəndirlər. Hə, ona görə də elə razılığımı verdim. Az indi bu dəqiqə qardaş məsələsidir. Sən halda yaxşı da, Gülü. İndi o məsələsi deyil axı. Sən də qızını dürtüşdürməyə adam axtarırsan.
İndi baxaq da baxaq. Yaxşı Sevi gəldi sonra danışarıq. Gəl anam. Ay can mama. Hə. Nə də atar? Qoy bir Belə dənə buna olmuş. quş qoyum. Bir dənə buna quş qoyum. Buna didim. Toya adamlarca yığıram. Belə olmur, nəsə eləmək lazımdır. Səncə nə olub? Bakir ağıllı, göndərir məhəbbəti ki, ged ev seç. Ev alırlar bunlar, bəxtə başımıza. Dedim ki, ağılın olsun, evi, pulu elə belə çılta-pırta xərcləməyə evdir də, bu boyda evdə, gəl yaşa da burada da, neyini səni? Vallahi da. Pul da ver, mamaya saxlasın da bankda da. O nə dedi? Nə deyəcək? Deyəcək, ev mənimdir, evdə qala bilərsən deməklə döyrək, evi mənim adıma keçid ki, bilim də, ev mənimdir də. Sən eləsən. Sevgi, sən o gedənin əlində lotereya görmüsən. Görmüsən deyəndə ki, yəni belə uzaqdan belə göstərdi. Hə, lotereya idi, yəni gördüm əslində. Ay məhəbbət, neynədin sən? Xoşuma gəldi. Ha. Müəllim, Ha, yaxşı danış. Müəllim. Bir dəqiqə. Ha, oldu, bildim. müəllim. Ha, nədir? Müəllim, bir dənə sual verməsin, icazə Ha, verirsən. ver görək. Maşını satmırsınız. Kasıb. Ha, antikvardır ya bu. Bax, Niyə satıram ki bunu? bax. Orada pul, nədir pul lazımdır, pulum yoxdur, sroşlu pul lazımdır deyə satıram. Həyatda qalıb da həyatın bəzəyidir bu maşın. Bax. Ha, Ha. ha, Müəllim, ha. amma belə Yavaş ol. çıxmasın. Maşından çox sən tanış Bax. gəlsən. Gör nə deyirəm, pis tanış gəlsən. Hardan görəsən? Belə bayaqdan fikirləşirəm, beynimin dibində qalıb onu çıxarda bilmirəm. Sarda bilmirsən? Yox. Sarda bilmirsən, kömək eləyim, çıxardaq da. Bu müəllimlər niyə belə zarafata güllər mal çatmır da? Eşidirsən məni? Hə, O zarafatın məylənir həmişə. hə. Pul eləyir onun hamısını. Bax. Bax, indi sən də əlvə pul gələndən sonra Hə. bir də görəsən ki, içində kimsə danışır. Yox, məndə də danışır. Gecə vaxtı sakitciliyondan danışır. Hı-hı. Qısın-qısın yavaşca danışır. Prosta məndə danışıq elə bir quruz-quruz danışır. Başa düşdün nə xəyal? Kasıbsan da ona görə. Özüm mənim kasıbsan. İndi bax biraz keçsin, Hə. əlvə elə bil ki, pul gəlir ha sən. Bax, Hə. bax pul gəlir. Amma bir də görürsən ki, o içindəki gedir, Hə. onun yerinə başqası gəlir. Mənim içindəki nə də zalajdanlidir, nə də gedir, gəlir. Yaxşı. Bir dənə maşını var, bunun da gülü. Gəl, yaxşı işlə. Nə işləyirik? Ağaçları yaxşı bellə. Nə yaxşı işləyirik? Oralar qurulub sula onları. Nə suluyuruq sana nədir? Gəlib burada sulama buraları. Yox, Mənim ürəyim çox narahatdır. Bu işi belə qoymaq olmaz. Az bunlar pul görüblər. Eşçik nə bilir zəfəran pulu nədir? Gedəcəklər pulu çırta-pırta xərcləyəcək. Ondan sonra gələcək, oturacaq mənim qabağımda lümbələm. Lütki, gələ. Dolandır məni. Nəysə bir şey eləmək lazımdır. Amma mənə nəsə bir şey eləmək lazımdır. Eləmişdim də nəsə də. Qaçdım da o gül kimi qaçdıq o boyda yolu ikimiz. Əl-ələ verdik. Qəşən də xoşbəxt idik də. İndi nə olacaqdı? İndi udmuş olacaqdı. Lotereya mənə qalacaqdı. Bütün pullarını yiyirdik indi ər-arvad. Keyfimizə baxırdıq. Mən deyməsəydim də siz o finişə çıxmayacaqdınız. Siz ki belə qaçırdınız ki. İndi nəysə bir şey eləginən də, indi özümü göstərginən, qadın kimi, çizpəkmin demirsə arvadıydım. İndi heç olmasa, mən sizi ayıranda yadında saxla ginən ha, yadında saxla. O hələ milyoner deyildi, udmamışdı. Onun cibində 20 köpük yox idi ki, üstünü düzəlsin, metroya minsin. Mən nə bilim, qurban olum Allaha. Mən nə bilim ki, Bakir lotereya udacaq, milyoner olacaq. Mən ona yaltaqlanacağam, ağzımı suya axa-axa qabaqlarında əyiləcəyəm. O dəli bacısının, o düşadını. Ay Allah, sənə qurban olum. Ay Allah, qurban olum sənə. O deyir, kiminin əvvəli, Bakirin də axırı. Belə olur da, inanmırsan cəmaata. Sən özünü biraz yığışdır ginən. Quran haqqı, mən səni görəndə hələ bilirəm ki, o 200 illik palıd ağacı görürəm. Az bir balaca belə qadınlığın olsun, incəliyin olsun, gözləri süzdür, qaşları belə oynat ginə, dodaqları rüzgünən belənçiyinə, qəşən belə parmaqlarımız adı oyna.
belə sinə, belə boynu belə çıxır, sinə belə yəni qadınlığın olsun da, gəl belə keç o yanına, keç bu yanına. Əsas odur ki, bizə ki, sən bir dənə heç olmasa o latrayanı görgünən. Deyənə bax, gözü cavanlığın olur. Nə olub mənim cavanlığım? Heç nə. Mənim cavanlığımın daşı düşsün sənin başına, hə? Əlbəttə mənim cavanlığım. Səni öyüşü sahib eləmişəm, saraylar sahib eləmişəm, səni mal-dövlət sahib eləmişəm, qızıllar, brilyantlar sahib eləmişəm. Xanım, heç mən taxmıram. Gid rəddulaz. Başdan xərəbin birisisən. 4 dənə üzüyümü itirmisən. Əlvi yanda umvalika qoymusan. Mənə təbəşdürdür, mən geyirəm. Ay qız, yadından çıxmasın dedim, yavaş. Ayaqlarımı sındırarsan. Gedirəm də, gedim məşq edeyim. Mamam da ki, pulcur deyə. Bu boyda evin eşiyim var da, qırqızılım var, bəsdir də. Məni də ara yerdə şeylədi. Özünü nazlı qəmzəli apar. Mən necə nazlı qəmzəli aparım? Böyütmüsən məni kişi kimi. İndi deyirsən nazlı qəmzəli apar özünü. Mən neçə yerə bölünüm. Uf, bacarmıram da mən belə şeylərdə. El onda özümü padurqam Liloş kimi hiss edirəm. Mama bütün məni zibilə saldır. Heç olmaz biraz məşq eləyim də necə eləyim? Bakir, ay dağılın burada. Bakir, belə. Mən eləyim axı. Milyon dollara. Milyon Bakir. dollara. Bax, anam da yoxdur burada, heç kim də yoxdur. İkimizik. Amma mənə düzünlə. Bir dənə sual verəcəm, mənə düzündürəm. Bax, heç kimə deməyəcəm. Az da yaxşı da, nə olub yenə, ha? Mənə sevirsən? Sevirdim. İndi belə də, elə bir ki, hisslər gedir, gəlir öz üçün. Nə olur? Əlimi tutanda həyəcanlanırsan. Əvvəl həyəcanlanırdım, amma indi qarnım ağrıyor. Hə, həyəcanlandı. Mən bilirəm də. Yox, həyəcandan da öyle, əlin soyuqdur ona görə. Sən elə gəl, əlim soyuqdur. İnsan həyəcanlananda qarnı ağrıyır. Sən də bir qarnımda ağrısını desəydin, yaxşı olardı Sevgi. Bakır, nə olar, latariyan uzaqdan da olsa göstərdi mənə, nə olar. Dirəşi böyük, niyə göstərmirsən? Heç kimə deməyəcəm də. Nə bilmə kimi deməyəcəksən sən? Qorxuram. Bir sevgiliydi, nə olar, göstərdim. Heç kimə deməyəcəm, bax, anama deyəcəm, heç kimə deməyəcəm. Burada olan burada qal, heç kimə deyəcəm, nə olar. Bax. Nal kimi günlər başlayıb. Canım gözüm. Ay Söyda xanım. Deyər şərik partladıram, deyər. Yəni, bu saatca mən burada bomba kimi xəbər partladıram. Oba marketdən gəlirəm. Demək, obadan nağıl kimi günlər başlayıb. İnşallah ki, bu nağılın qəhrəmanı mən olaram. Yəni ki, sən olarsan. Yox, elə sən olsun yaxşıdır, nə münasibət. İnşallah ki, qoy mən olum da. Da sən hər şeyin var da. Hə. Gör qulaq as. Nə deyirəm? Obada nə olubdu? Girdim obaya. 10 manatlıq alış-veriş elədinsə, bir dənə şansın olur sənin. Elə bir 40 manatlıq alış-veriş elədin, sənin 4 dənə şansın olur. 65 manatlıq alış-veriş elədinsə, sənin elə bir 6 dənə şansın olur. 10 manatdan aşağı alış-veriş eləməmsən. Mən də maşallah olsun, obada qənaətli, məhsullar keyfiyyətli. Girirəm ora. Bax, çeklərə bax, hamısını almışam. İndi bunlar nədir? Bunlar getdim, mən QR kodu oxutdum, qeydiyyatdan keçdim. Mənim şansım var. Biz sən nə qədər alış-veriş eləmişəm. Bir şey olan kimi qaçıram obaya alış-veriş edirəm. Niyə? Hər gün 50 manatlıq, 100 manatlıq oynanılır. Bir də gördün ki, düz gəldin, düşdün, sən ya 50 manat udursan, ya ki 100 manat udursan. Tiraj keçirilir də. Elə dekabrın 1-dən 31-nə qədərdir. Ondan sonra hər həftə iPhone 17 Pro Max. Ay, mənim şansım birinə düşməyəcəkmi? Ən axırda da, ayın axırında Çanqan, Köyən, Q7 oynanılır. Ay, gələ düşən mənim bəxtimə. Ay, bu nağıl mı olar? Belə nağıl mı olar?
belə gerçəklik mi olar? Bu ancaq Oba marketlər şəbəkəsində olar. Sən öl, özüm ölüm. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı reklamlardan sonra davam edəcək. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı reklamlardan sonra davam edir. Xəbərlər başlayar indi ya. Yox, elə 5 dağa var. Gözüm nəsə axır zamanlar pis görür. O gün Maqbet mənə deyir ki, Can, Şeva, sənin bu yüzlərin nüçün belə olub, əvvəllər belə budamı idi, indi elə belə palto düyməsinə oxşayır. Palto düyməsinə oxşayır. Toy üçün gedəcəyəm, acıqlar acığına gözümün rəngini dəyişəcəyəm. Gözüm belə qəribə olsun, belə istəyirəm, belə mənalı olsun. Göy rəng amma istəmirəm ki, hamı göy rəngdə eləyib. Yaşıl da yox, yaşıl da istəmirəm. Ya qırmızı rəng eləyərəm. Yox, ağız qırmızı rəngdə rahat olsun. Ya da kök rəngi. Kök rəngi qəşəng olar. Kök rəngi belə eləyərəm. Kök rəngi də paltar, belə koroleva, krasatı, belə yandırıb tökəcəyəm düşmənlərimin hamısını. Deyəsən başlayır. Hər vaxtınız xeyir olsun, xəbərlər efirdədir. Bakıda qorxu evinə gedən azyaşlı qız xəsarət alıb. Məlumata deyilir ki, qızdan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaxşı yoxlanılmayıb. İddia olunur ki, heç bir maneə otağında qorxmayan qız 5-ci məntiq otağında işçilər tərəfindən qorxudulub və qızın divara çırpıldığı deyilir. Qızın valideyni şikayət etdiyi bildirilir. Qorxulu evin işçisi isə deyib ki, gördük ki, qız qorxmur, reputasiyamıza görə onu qorxuzma qərarına gəldik. Bu da çox normal haldır. Dünyanın axırıdır. Yox, necə yəni reputasiyamıza görə biz qərarı aldıq ki, bunu biz özümüz qorxaq? Bir nəfər də qorxmasın da, yəni hamı qorxmalıdır orada. Bir nəfər də girib qorxmuyor. İndi qorxmayanda nə olur ki? Heç dəxli var. İndi 100% fikirləşiblər ki, bu qız qorxmayacaq, gedəcək, hər yerə cart, qızın işi qızı yoxdur axı. Hər yerə cart çəkəcək ki, getdi var, orada qorxulu heç nə yoxdur. Bunların müştərisi olmayacaq, sıfır bankuru. Siz dəlisiz, səysiz, bu nə məntiqdir, sənə kim ixtiyar verib, sən cəmaatın, xalqın qızını götürüb divara çırpırsan, bəlkə də atası ona bir dənə çıxma şillə vurmayıb. Elə şey olur. Necə biz belə qərara gəldik? Sən qaçdasan qızı niyə qorxusursan ki? Qorxulu evə gedən adamlar da mənə çatmır da. Hələ gedib qorxmaq üçün pul verirlər. Həyatda bilsən nə qədər qorxulu şeylər var. Gün olub ki, mən 3 gün qırmızı işıqla sürmüşəm, hər dəfə demişəm ki, indi bu dəqiqə qutaracaq, biabır olacaq, maşında da adam var. Ondan qorxulu şey var. Qorxulu şey, sən oturursan restoranda, dost tanışdır və yaxud kimlənsə, utanırsan əvvəldə menüyə baxmağa. Elə deyirsən gəlsin, deyirlər gəlsin, axırda deyirsən ki, bir dənə gələn hesabla mənim cibimdəki pul düz gəlməsə, biabır, bilmirsən onu bura yiyirsən, gözvə yiyirsən, burnuma yiyirsən. Qorxulu şey o deyil. Qorxulu şey bilsən nədir? Oturmuşsan dost mədisində. Qızda oğlanlı, ha-ha-hihin bir qəpikdən. Birdən cibində, indi ondan 5 dəqiqə bax, bəlkə də qaynanana telefonla danışmışsan. Cibində telefon yığılar, səs gedər qaynanava. Ondan qorxulu şey var. Qorxulu o deyil, ujas kinosu deyil o. Yoxsa elə biz qorxmaq üçün ki, pul ödəyirik. Həyat onsuz da qorxulu deyil. Buna görə pul ödəmək lazım deyil, qardaş. Bu qədər filosof deyim. Özüm ölüm, bu belə qəribədir. Adamın ürəyindən söz keçir. Nəsə onu bilmək istəyirsən, ya o sualı vermək istəyirsən, neysə, bu qədə o şey deyir. Bunu bir mən demirəm, bunu elə mənim tanıdıqlarım, tanımadıqlarım, qonum, qonşular, hamı deyir ki, bu qədə qəribə bir şeydir də, bu belə adamın ürəyini oxuyur da. Vallahi. Gördün loteriyanı? Ya, biraz da qabağa gəl. Nə? Görmürsən onu? Böyle biraz da gəl. Görmürsən, burada bax da bu. Gördün? Gördün? Bir də görməyəcəksən. Gördüm. Gördüm ama biz özanı biz. Nəyin oza? Bakir Əfəzaddır, onun yerini desin. Demərəm axı, niyə deyirəm ki? Dost var, düşmən var. Yerini deyim, gizlətmişəm. Qoy tapa bilməsinlər.
Bakır. Amma mən sənə bir dənə söz deyim. Ha. Bax heç kim sənə inanmırdı, amma mən sənə inanırdım ki, nə olar ki, Bakırın o birisilərdə milyoner olanlarda nəyə əksiydi? Bakır da uda bilər də, heç kim inanmırdı. Mən sənə inanırdım, indi lap inanıram. Məsələn, belə çox inanıram. Ay, inandın sevgi. Hmm. Onda get o pulgir anova de ki, evi keçirsin mənim adıma, biz də evlənək də. Mən də o 1 milyonu verirəm anova, aparsın, qoysun banka öz adına. Ha. Yox, bir çıxmasın, o mən qıymırsan, mən niyə ona qıymalıyam ki? Aa, düz deyirsən Bakır, düz deyirsən. Ağıllı fikirdir, düz deyirsən. Bakır. Ha. Mən indi milyoner arvad olacağım ha. Beləcə boy. O dəlisən sən, beləcə. Bakı kef eləyib boy. Oo. Bakır, dur ayağa səni öpəcəm. Nə? Az yox. Dur, Al, ya. Növbəti xəbər. Azərbaycanda 71 yaşlı kişi sağlığında özünə məzar qazdırıb baş daşı düzəltdirib və üzərinə QR kod əlavə etdirib. QR kod vasitəsilə onun məzarına gələnlər onun haqqında məlumat əldə edə biləcəklər. Məlumatda deyilir ki, belə addım atmasına səbəb onun ağır xəstəlikdən sağalması olub. Adam doğrudan da belə qəribə həm kövrəlirsən, həm də fikirləşirsən ki, əslində maraqlıdır da, niyə olmasın ki? Elə hər yenilik xaricdə birinci olmalı, sonra bizə gəlməlidir. Bu ilə bizdə olsun da, bu ilə bizdən biriniz dəfə belə maraqlı bir dənə kreativ video olsun da, nə olar ki, hə? Yəni, niyə qınıyaq ki? O qədər səy, nə bilim, səviyyəsi dəniz səviyyəsindən qat-qat kilometrlərlə aşağı mən o qədər səviyyəsi xəbərlər oxuyuram ki, valla bunu oxuyanda adam belə qəribə bir dənə belə istəyirsən ki, belə onu qucaqlayasan, bir öpəsən ki, halal olsun sənə. Hərə bir cür texnologiyadan yararlanır. Bu da bu cür yararlanır. Kimə nə edir ki? Oğurluq eləmir, kimisə haqqına girmir, kimisə işdən çıxarmır, kimisə ailəsinin başsız qoymur. Nə var ki, özünə başdaşı düzəltdirib, sağlığında üstünə QR kod qoyur. Neyəcək? Ora kimə pis deyiləcək? Ora şəkilləri yükləyəcək, özündən videolar yükləyəcək. Elə bir ki, qəbirstanlığın qırağı ilə gedəndə bir şəkilə baxdın, bir qəribə səni tutdu, görsən ki, orada QR kod var. Nə var ki, yaxınlaşdırdın, oturdun orada baxdığında, uşaqlığından axırına qədər, nə bilim, yaşlaşana qədər şəkillərinə baxırsan, videolarına baxırsan, nə var ki, bu nəyi pisdir? Hər bir adam haqqında məlumat öyrənirsən. Bu nəyi pisdir? Sağlığında öz-özünə qiymət verdirir. O öləndən sonra heç bilinmir başdaşın kim qoyacaq, ümumiyyətlə qoyacaqlarını, hansı ölçüdə olacaq, hərflər necə yazılacaq, hansı şəkilin seçim qoyacaqlar. Elə sağlığında özü deyib ki, qardaş, bu belədir, bu QR kod söhbəti var. Mən sizə söz deyim, ağıllı söhbətdir. Xaric də bizdən götürəcək. Düzdür, mən bunu bir neçə il bundan qabaq 5 Bətər filmində görmüşdüm. Onsuz da o qədər belə filmlərdən sonra reallıq olur. Qardaş, indi bir dənə zık eləyirsən, şey göstərirlər. O vaxt Simpsonlar multfilmində belə necə də oxşadırlar, bilmirsən, doğrudan da real odur, real deyil. Baxırsan ki, 22 il bundan qabaq eyni kartinka, eyni şəkil, eyni hadisə. Baxırsan ki, bu bəyəm Amerika oturub elə Simpsonlar multfilminə baxıb onunla dövlət idarə edir. Mən başa düşəmirəm, bu bunun qabaqlayır, bu bunun qabaqlayır. Əsas odur ki, biz də nədəsə qabağa düşək. Mən sizə söz deyirəm, bax gələcək, bax bu sözü mən deyirəm, bunu qeyd edin, qayd edin. Bax gələcək, o deyirsən, valla mən adam insana baxanda tanımaq olmur. Heç kim özünü yormayacaq, heç kim özünü təqdim eləməyə ehtiyac olmayacaq. İnsanların alnında QR kod olacaq. Elə yaxınlaşdan bir dənə zıq-zıq haqqında məlumat gedəcək. Kimdir, nəçidir, hardan gəlib, hara gedir, banka nə qədər borcu var, dostları nə qədərdir, heç kim danışmayacaq. Hamının haqqında ürəyin istədiyin kimi məlumat toplayacaq. Narahat olmayın. Bu kişiyə də halal olsun, əcəb eləyib, hələ texnologiya düşür. 1000 dənə adam texnologiyadan pis şeylər üçün istifadə edir. Bunu necə qınayasan? Bunu qınamaq lazım deyil. Mən səndən söz deyim, o kişinin yerində olsam, bu ideyanı satardım xaricə. Başdaşı QR kod. Əla deyə. Mən sənə söz deyim, çox əladır. Adam qəribə bir dənə kövrəlir. Nə bilim valla, deyir, atalar deyib də, deyib ki, qulaq gündə bir şey eşitməsə kar olar. Valla da, göreyim. Bir dəli şeytan deyir ki, Sevda dur ayağa, sən də özün haqqında bir dənə film çək. Arəstə. Hə? Ondan sonra indi ölüm haqqdır da. Öləndə qəbrimin üstündəki heykələ belə ayağım aşırdan belə. O getirərlər o linqi, qoyarlar mənim ovucumun içinə. Gələn gedən
Basar, baxar, baxar, basar, basar, baxar, baxar, basar, belə. Və fikirləşərlər ki, bu gidi dünyadan bir sevda keçdi. Qara sevda. Ha, özümü ağlamaq tutdu. Mama, Hacan, hə, nə oldu? şad xəbər. Desən öl. Demək lotereyaya baxdım, göstərdi mənə. Düzü biraz uzaqdan baxdım, mən baxdım. Ürək rahatlığı ilə evi keçidə bilərsən onun adına. Uy, sənə qurban olum, hə? Var lotereya. Hə, 100%. Sən Allah. 100%. Ay Allah, mən bilirəm də, mən bilirəm ki, mənim sən o gümanlarımı, mənim o arzularımı yarı yolda qoymazsan da, ay Allah da. Ay Allah, sənə qurban ol. Onda şey eləyədik, dokumentləri hazırlayaq da, hə? hazırlayaq. Dokumentləri hazırlayaq, keçirdim də. Sevda xala. Hə? Ha bu mən sizdə Ay yavaş, o nə delə? Ay qorma, indi işdən gəldi, işləyirəm də, bəxtə deməm tapşırmamızdan bağbanlıq. Yaxşı, ora bura vurma yine. Bağbanlıq eləm, o deyil, əsas Sevda xala oturubsa, televizoruna baxım, qızınla söhbət edirsən. Amma xəbərin yoxdur ki, mən sənin o bağban işləyən Maşenik Bakirini bildim hardan tanıyıram. Kimi? Maşenik Bakiri. Kürəkənmi? Hə, hardan tanıyıram, soruş. Hardan tanıyırsan? Bal! Eşkin məhəbbəti düşüb canıma, qala göz yaşını sil qanoyalım. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı bitdi.